Deməli, bugün günəş batareyaları nə vaxt icad edilib? Bu mətnin izahı ilə başlayırıq. 2014-cü ildə alternativ energetikaya dair Bakıda keçirilən konferansın gündəliyi iki alim arasında mübahisəyə səbəb olmuşdu. Gündəlik günəş batareyalarının tarixi və gələcəyi mövzusunda çıxış salındığını görən bir iştirakçı istehza etmişdi. Onların nə yaşı var ki, nə də tarixi olsun? Rusiyalı həmkarı etirazını bildirmişdi. Bu batareyaların köməyi ilə hələ eradan əvvəl 1-ci əsrdə Arximed doğma şəhərini düşmən hücumundan xilas edib. Mübahisə edənlərin hər ikisi yanılırdı. Günəş batareyalarının 2 əsrə yaxın tarixi var. Rəvayətə görə Yunan ixtiraçısı eradan əvvəl 212-ci ildə Sirakus şəhərinə dənizdən hücum etmiş düşmən gəmilərini güzgü kollektorları vasitəsilə yandırmışdı. Hətta bu mətni biz keçən 111 mətnindən işləmişdik. Kollektorlar istiliyi toplayır və ötürür, günəş batareyaları isə onu elektrik cərəyanına çevirir. Əsas fərq budur. 1839-cu ildə 19 yaşlı fransız fiziki Alexandre Edmond Breguet günəş enerjisini elektrik enerjisinə çevirməyin mümkünlüyünü əyan şəkildə nümayiş elətdirir. 1887-ci ildə kimyaçı Edward Weston öz batareyasını yaradır. 1888-ci ildə bu ixtirasına patent almaq üçün müraciətinə Weston yazır. Mənim məqsədim günəşin saçdığı enerjini elektrik enerjisinə çevirməkdir. Patent nə idi? İxtiraçının ixtirasını təsdiq edən sənəd. Günəş batareyalarının gücünü artırmaqla insanların istifadə etdikləri elektrik enerjisinin qiymətini aşağı salmanın həlli yolları üzərində görkəmli alimlər çalışırdılar. Amma Albert Einsteinə qədər təbiətin bu sirrini heç kim tam izah edə bilməmişdi. Nəhayət 1905-ci ildə Einstein bu sirri açdı. Bu münasibətlə o, 1921-ci ildə Nobel mükafatına layiq gördü. Məhz Einstein ixtirası yüksək səmərəliliyə malik günəş batareyası yaratmağın mümkünlüyünü inamı artırdı. Bu sahədə tədqiqatların önündə ABŞ-ın Bell laboratoriyaları gedirdi. 20-ci əsrin 30-cu illərində mühəndis Russell Ohl işığa həssas elektrik qurğusunu ixtira edir. Tezliklə Bell laboratoriyasının 3 alimi ilk müasir günəş paneli hazırlayır. Bell laboratoriyasının nailiyyətləri günəş batareyalarının yaradılması və təkmilləşdirilməsi yolunda böyük xidmətlər göstərmiş, digər alimlərin adlarını kölgədə qoydu. İdeyanı ilk dəfə reallığa çevirmiş Becquerel olsa da, tarixdə ilk işlək günəş batareyasını yaratmış Fritzin xidmətlərinin unudulması ədaletsizlik idi. Yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Təsadüfi deyil ki, indi 70-ə yaxın dövlətdə günəş elektrik stansiyaları fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycandır. Təbii iqlim şəraiti Azərbaycanda günəş işığından istifadə etməklə elektrik enerjisinin istehsalını artırmağa geniş imkanlar yaradır. Çıxdım. Aha. İndi növbəti 321-ci suala baxaq. Deyir, mətnin nəticə hissəsində verilən fikrin hansı faktla təsdiq etmək olur? Mətnin nəticə hissəsində nədən danışırdı? Azərbaycanda günəş enerjisindən istifadə olunur və günəş elektrik stansiyaları yaradılır. İndi biz 321-ci suala baxırıq. Deməli, və deyir ki, Azərbaycandakı iqlim icazə verir ki, burada biz günəş elektrik stansiyasından istifadə edək. 1958-ci il mətnin nəticə hissəsinə yaza bilmərik. Çünki mətnin nəticə hissəsi müasir dövrdən gedir. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman istixana effekti yaranmır. Hava çirklənməsi baş vermir. Aha, yaxşı elədin Kənan. Belə səhvdir. Çünki mətnin nəticə hissəsində bundan danışmır. Nəzərə alsaq ki, ölkəmizdə bir ev gündə təqribən 8-10 kWh enerji sərf edir. Azı 5 ədəd 250 vaatlıq günəş paneli lazımdır. Bu da yox. Günəşli saatların miqdarı ABŞ-da və Orta Asiya ölkələrində il ərzində 2500-3000 saat, Rusiyada 500-2000 saat olduğu halda ölkəmizdə 2400-3200 saata bərabərdir. Cavab deyildi. Niyə? Çünki mətndə qeyd edilir ki, ölkəmizin iqlim şəraiti burada günəş panellərindən və günəş enerjisindən istifadə etməyə imkan verir. Və iqlim də onu göstərir ki, yəni burada təbii iqlim şəraiti günəş işığından istifadə etməklə artırmağa deyil, geniş imkanlar yaradır. Mənim bugün qələmim niyə işləmir? Geniş imkanlar yaradır deyil. Bu geniş imkan da ondan ibarətdir ki, mənim qələmim niyə işləmir? 2400-3200 saat
günəşli günlərin miqdarı var. Və bu da bizə icazə verir ki, nədir onun adı? Biz Azərbaycanda günəş enerjisindən istifadə eləyək. Nəysə, keçdik digərinə. Yəni cavab oldu D variantı. Keçdik 322-ci suala. Hansı fikir mətnin tezislərindən biri ola bilməz? Günəş enerjisini elektrik enerjisinə çevirməyə mümkünü əyani şəkildə nümayiş etdirilmişdir. Bu düzdür. Çünki orada qeyd eləyir, belə bir şey var idi. Günəş batareyaları istiliyi elektrik enerjisinə çevirir. Bu da düzdür. Deyir ki, 20-ci əsrin əvvəllərində Nobel mükafatı mövcud idi. Mətnin tezisləri deyəndə nə nəzərdə tutulur? Yəni, mətndəki əsas fikri ümumiləşdirən bir cümlə olsun. Məsələn, Nobel mükafatı laureatı olan Einstein-lə danışılır. Amma Nobel mükafatı mövcud olmaması haqqında məlumat verilmir. Ona görə cavab olacaq C variantı. Günəş batareyalarının tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəli, bəziləri deyir ki, qədim tarixə malikdir. Bəziləri də deyir ki, yox, qədim tarixə zada malik deyil. Yaxın keçmişdə istifadə olunub filan. Bu niyə belədir? Bu niyə işləmir? Bu niyə bu gündədir? Niyə bu günə düşdü bu? 323. Mətndə tünd-qara hərflərlə verilmiş sözün kontekstə görə şərhi hansı cümlədə ifadə olunub? Mətndə tünd-qara hərflə verilən söz kölgədə qoydu. Digər alimlərin adlarını kölgədə qoydudur. Deməli, belə məşhur sənətçi bizim ölkədə tanınmamağı hamımızı təəccübləndirdi. Burada tanınmamaq və kölgədə qoymaq eyni şey deyil. Tanınmamaq və kölgədə qoymaq eyni şey deyil. Ona görə A deyil. Belə havada gözə görünmür, üzə çıxmaq istəmirdi. Gözə görünmür, kölgədə qoymaq eyni şey deyil. Onunla qeyd davranışları müdiriyyəti lap özündən çıxarmışdı. Özündən çıxarmaqla kölgədə qoymaq eyni şey deyil. Yoldaşlarını ötmək, daha irəliyə keçmək. Ötmək və irəliyə keçmək kimisə kölgədə qoymaq anlamındadır. Ona görə cavab olur D variantı. Yəni, düzgün cavab olacaq D variantı. Özünə diqqəti cəlb etməmək üçün verilən tapşırıqlar yalnız iş altında gördü. Belə bir şey yoxdur. Cavab olur D. 324. Mətnə əsasən hansı fikri söyləmək mümkün deyil? Sirakus Arximedin doğma şəhəridir. Uşaq, belə bir şey deyə bilərik. Çünki Arximed deyir ki, güzgülərin kollektorları vasitəsilə Sirakus şəhərini qoruyur. Bu qənaətə gəlmək olar. İlk müasir günəş panelinin hazırlanması bir alimin adı ilə bağlı deyil. Bu da düzdür, bir neçə alimin adı ilə bağlıdır. Günəş batareyalarının işi kollektorların fəaliyyətindən asılıdır. Bu da düzdür. İlk fəal günəş batareyası yaratmış alimin xidmətləri unudulmuşdur. Bu da düzdür. Orada Fritz dinəyi axırda adını çəkir ki, onda unudulub gedir, ədalətsizlikdir. Yer səthində neft, təbii qaz, daş, kömür və digər yanacaq ehtiyatları tükənmək üzrədir. Mətndə demir, tükənmək üzrədir. Deyir ki, günəşin enerjisi bunlardan çoxdur. Amma demir hal-hazırda təbii qaz, neft və s. tükənir. Deyir, sadəcə günəş bunlardan çoxdur. Günəş bunlardan çoxdur. Ona görə Y. 325. Mətndə çərçivələrdə verilmiş sözlərdən birinin qarşılığı hansı nümunədə yanlış verilib? İndi baxıram etiraz. İlk sözümüz etirazdır. Etiraz, yaradıb, görkəmli, nailiyyət, xidmət. Etirazın qarşılığı narazılıqdır. A düzdür. A düzdür. Etirazın qarşılığı narazılıqdır. Sənin işin fəaliyyətin nəticəsində beynəlxalq konfransa dəvət olundun. Xidmət, fəaliyyət. B düzdür. Mətndə xidmətin qarşılığı. Ədəbiyyatda böyük xidmətləri olan məşhur yazıçıdır. Məşhur və görkəmli. Bu da düzdür. Səhiyyə sahəsində əldə etdiyi yüksək nəticəyə görə diplomla təltif olundu. Yüksək nəticə, orada nailiyyət var idi. Bax, onunla uyğun gəlir. Hələ məktəbdə oxuyarkən bədii yaradıcılıqla məşğul olmaq xoşdurdu. Belə bir şey yoxdur. Yəni, qarşılığı yoxdur. Narazılıq, etiraz, fəaliyyət, xidmət, məşhur, neydi? Məşhur mətndə görkəmli, nəticə, nailiyyət. Amma Y-yə uyğun yoxdur. Deyir ki, altına xətt çəkilmiş cümləyə əsasən cədvəli tamamlayın.
Cümlədəki fikir mətndə təsdiq və ya inkar olunur və əsaslandırma. Altına xətt çəkilmiş. Bu materialın köməyi ilə hər eradan əvvəl 1-ci əsrdə Arximed öz doğma şəhərini düşmən hücumundan xilas edir. Uşaqlar, bu mətndə əlbəttə ki, təkzib olunur, təsdiq olunmur. Çünki burada deyir, eradan əvvəl 1-ci əsrdə doğma şəhərini qoruyub, düzdür? Amma orada qeyd olunur ki, əslində həmin şey, nə deyirsiniz ona, əsl həqiqətən o günəş batareyası olmuyor, bu bir. İkincisi də ki, orada eradan əvvəl 1-ci əsr məsələsi deyil, eradan əvvəl 212-ci il məsələsidir. Sirakuz şəhərindən söhbət gedir. O baxımdan. İndi orada yazmışdı ki, Qublələ mətni açım. Sual açım yanımda. Deməli, dedik ki, mətndə təsdiq və ya inkar olunması. Mətndə inkar olunur. Çünki burada yazıb ki, eradan əvvəl 1-ci əsrdə Arximed doğma şəhərini düşmən hücumundan xilas edib. Amma 2 əsrə yaxın tarixi var deyir. Rəvayətə görə Yunan ixtiraçısı Sirakuz şəhərini dənizdən hücum etmiş düşmən gəmilərinin güzgü kollektorları vasitəsilə yandırmışdı. Və kollektorlar istiliyi toplayır, ötürür. Günəş batareyaları isə onu elektrik cəryanına çevirir. Deməli, günəş batareyaları eradan əvvəl 1-ci əsrdə yaranması fikri doğru deyil. Eradan əvvəl 3-cü əsrdə kollektorlardan istifadə olunur ki, bu da günəş batareyasına oxşamır heç. Yəni, konkret inkar edir və dediyimiz hissəni yazmalısınız. Sonra gəlirik 327-ci suala. Müddəa fakt. 1905-ci ildə Einstein yüksək səmərəliyə malik günəş batareyası yaratdı. Sonra buna nə yaza bilərik? Ümumiləşdirsək, Einstein alimdir və ümumi bir fikir var. Bizə günəş batareyalarının ixtira olunması ilə bağlı fikir lazımdır. Ona görə müddəaya yazacaqsınız ki, 1905-ci ili 20-ci əsrdir. Gəlirəm o hissəyə baxıram ki, deməli, sırf günəş batareyasını ixtira etmək üçün 1905-ci ildə Einstein bu sirri açdı yazıb. Deməli, o faktı özü verib. Bir dənə də fakt yazırsınız ki, burada yazıb 20-ci əsrin 30-cu illərində mühəndis Russell Ohl işığa həssas elektrik qurğusunu ixtira etdi. Yazırsınız ki, 20-ci əsrin əvvəllərində günəş batareyası ilə bağlı bir sıra ixtiralar olmuşdu. Fakt 1-i özü verib 1905-ci il, fakt 2-ni də sən yazsan. 20-ci əsrin 30-cu illərində mühəndis Russell Ohl işığa həssas elektrik qurğusunu ixtira elədi. 1905-ci ildə 20-ci əsrin əvvəldir. 20-ci əsrin 30-cu illərdə 20-ci əsrin əvvəldir. Müddəaya da dediyim kimi yazırsınız ki, 20-ci əsrin əvvəllərində günəş batareyalarının ixtirası ilə bağlı bir sıra yeniliklər olmuşdu, ya da bir sıra ixtiralar olmuşdu. İkinciyə də dediyim faktı qeyd edirsiniz. Sonra 328-dir və hansı nümunə mətndən eyni üslubdadır? Şu an mətnimiz publisistik üslubdadır. Yazır, cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi mükəmməl iradi qüvvədir. Bu bədii üsluba uyğun gəlir, deyil. Elektrik enerjisi elektrik yüklərinin elektrostatik sahədə malik olduqları potensial enerjidir. Bu elmi üsluba aid cümlədir, yəni bu elmidir, mənim şərtimi ödəmir. İnkişaf etmiş ölkələr alternativ enerji mənbəyinin istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorunmağa çalışır. Bəli, düzgün cavab elə budur. Çünki inkişaf eləmiş ölkələrdə bu cümləm olur hansı üslubda? Publisistik üslubda və mətnim də publisistik üslubdadır. Ona görə bu. Seçini əsaslandır. Yazırsan, birincisi bədii üslubdadır, ikincisi elmi üslubdadır, üçüncü cümlə publisistik üslubdadır və mətnim də publisistik üslubdadır. Bu şəkil. Yəni, birinci və ikincinin yanlış olduğunu da əsaslandırmalısan. Birincidə bədiilik var, ikincidə terminlərdən istifadə var, üçüncüsü isə aydın və anlaşıqlıdır. Mətnimizin dildə aydın və anlaşıqlıdır. Ona görə uyğun gəlir. Sonra 329 ifadə mətndəki funksiyası və mətndən kənar funksiyada işlətmək.
altına xətt çəkilmiş sözlərdir. Hə. Deyir ki, birinci, söz ayrı, cümlə ayrı hal. Birinci söz kollektorlar istiliyi toplayır, ötürür. Kollektor həqiqətən istiliyi ötürə bilər. Mətndə informativdir. Günəşin saçdığı enerji. Günəş həqiqətən enerjini saça bilər. Həqiqidir, informativdir. Bir hansıdır sözümüz? Bunu da deyil. İşıq. Görmürəm. Hə, aşağıda, hə. Azərbaycanda günəş işığı, bu da həqiqidir. Üçüncü də həqiqidir. Beşə də ifadələrini yazırsınız, üçünə də informativ. Qələmim yazmır. Xarab oldu, göz dəydi. Çox oynatdılar ona görə. İnformativ, informativ, informativ. Üçü də digər funksiyada deyil. Digər funksiyada poetikdə işlədə bilərsiniz, terminolojida işlədə bilərsiniz. Məsələn, ötürür yaza bilərsiniz ki, o bekarçılıqdan, məsələn, günü bir-birinə ötürürdü, günlərini ötürürdü. Sonra o birisi söz saçdığı idi. Saçdığı idi, məsəl üçün, müəllimlər uşaqların beyninə bilik saçırlar, ya da nə bilim, uşaqların beyni gözəl fikirlər saçır, yəni fikirlər dağıdır ətrafı bu anlamda. İşıq sözündə məcazda yaza bilərsiniz, gözümün işığı məsələsi var. Deyə bilərəm ki, o mənim ən yaxın dostum, rəfiqəm, gözümün işığı idi. Məsələn, belə. Terminolojide işlətmək biraz olmur bu sözləri. Ona görə də poetikdə işlətsəz daha yaxşı olar. Hər üçünü poetik funksiyadan istifadə edirsiniz. 330. Deyir, mətndə əvvəlində dairə qoyulmuş ifadəyə əsasən cədvəl doldurun. O getdiyi hər yerə işıq saçırdı. Olar, bəli. Yəni, məcazi mənadadır, çünki olar. Deyir, mətndə əvvəlində dairə işarəsi qoyulmuş ifadəyə əsasən cədvəli doldurun. Mətndəkindən fərqli ifadə etdiyi qarşılığı. Mətndəki qarşılığı demir, ha. Mətndəkindən fərqli mənada ifadə etdiyi qarşılığı. Mümkünlüyünə, deyir, yaratmağın mümkünlüyünə inamı artırdı. Özü də bir neçə dənə deyir. Burada fikir versəz görərsiniz ki, 2 dənə yazmalısınız ən azı. 2 dənə elə bir qarşılığını yazmalısınız artmaq sözünün. Məsələn, deyə bilərəm ki, çoxalmaq mənasında yaza bilərsiniz. Çoxalmaq. İndi mən yaza bilmirəm. Görüm yaza bilirəm. Hə, çoxalmaq mənasında yaza bilərsiniz. Deyə bilərəm ki, mənim işlərim günü-gündən artır. Həqiqi mənada yazacağam da, çünki inamım çoxalır, yox. Həqiqi mənada çoxalmaq yazacağam. Məsələn, sonra deyə bilərəm ki, səhərdən yağan yağış günorta artdı. Bu mənada da çoxaldı yaza bilərsiniz. Hətta şiddətləndi mənasında da yaza bilərsiniz. Gücləndi mənasında yaza bilərsiniz ki, məsələn, ağrım dünənə baxmış, bugün daha çox artıb. Şiddətlənib, çoxalıb, güclənib. Bu mənalarda istifadə edə bilərsiniz. Daha doğrusu alt mənalarda. Belə suallar düşür, yəni. Mətndəkindən kənar mənada qarşılığı, sonra da deyir ki, həmin qarşılığın cümlədə işlədilməsi. Məsəl üçün, o artırdığını yox da, əslində elə qarşılığı cümlədə işlətməlisiniz. Adilə etalonda səhv verirlər amma. Burayla bağlı kimisənsə sual var.